məşq edirik ki, sabah bunu ipsiz dırmaşaq, düzdür? Bu ip olmasa, sən orada iki əllə və ya iki ayaqla belə dayana bilməzsin. İki əl, iki ayaq. Əldən, əlin lüboy yeri ilə yapışma var. Lap belə lazım olub çeçələ barmağına da, bir barmağına da özüdür. Əldən ancaq tarazlığı saxlamaq üçün istifadə olunur. Yəni sən qol güclə dırmaq üçün bunu, məsələn 20-30 metrlik qayada sən dirənəcəksən, yarısında 10 metrdə dirənəcəksən. Ona görə də əllə tuturuq, qalxırıq ayağımızın üstünə, ayağımızla güc edirik. Başa düşdünüz? Ayağımızla güc edirik. Bu sığorta, mən buna sığorta eləyəcəm. Bu qalxdıqca bunu buradan çəkirəm, gətirirəm bura, buradan tuturam, gör təzədən. Bu dəyəndə heç nə eləmirəm. Düşüşdə necə edirik? Buradan şey eləmirik, sıxmırıq. Və yaxud da ki, məsələn, bütün boşluğu çoxdursa, mən onu sığortalamasam, bu dəyir, belə çəkməklə istifadə eləyə bilmirik, çatla bilmirik. Onda nə edirəm? Qaçıram arxaya. Başa düşdünüz? O dəyir, mən qaçıram arxaya. İpi tuturam, qaçıram arxaya. Hər oradasa dirəndi onu tutmaq üçün. Başa düşdünüz? İndi hamı bir əvvəlcə marşrut bu olacaq. Buradan, belə çıxmır. Yəni sizə bir dəfə insansın, belə çıxmır. Belə çıxmır, bax. Belə çıxacaq o da. Valla çatan adam çatır. Ondan sonra burada sığortalayan adam yavaş-yavaş o bırakır aşağı. Başa düşdünüz?